jurnalı yazmağa bizə iki proqram lazımdır. Onlardan biri PDF və Word oxumağa mətn oxuyucu proqramıdır. Digəri isə tabliçaları açmağa, üzərində yazmağa bu proqramdır. Bizə göndərilən sinif üzrə linklərə daxil olub, sinifin jurnalını açırıq. Baxın, burada bəzi müəllimlər çaşıblar, qarışdırıblar. Burada kiçik summativ qiymətləndirmə 1-dən 6-ya kimi qeyd edilib. Müəllimlər elə düşünüblər ki, bir il ərzində bütün keçirilənlər bu bir bölməyə yazılmalıdır. Elə deyil. Bir yarım il ərzində neçə kiçik summativ qiymətləndirmə keçirmişiksə, o bir bölməyə yazılır. Məsələn, belə göstərirəm. Birinci bölmə, ikinci bölmə, üçüncü bölmə. Bilirik ki, bir yarım il ərzində 3-dən az olmamaqla, 6-dan çox olmamaqla kiçik summativ qiymətləndirmə keçiririk. Onlar neçə dənədirsə bura yazılır birinci bölməyə. Birinci bölmənin balı yazıldıqdan sonra, qiymətlər yazıldıqdan sonra avtomatik olaraq, baxın, burada mən yazmışam deyə hazır var, sizdə boş olacaq. Birinci yarım ilin balın sadəcə yazırsa avtomatik qiyməti çıxır. Sonra keçirik ikinci yarım üzrə yazmağa. Qələmlə göstərim. İkinci yarım üzrə də məsələn deyək ki, mən 1-dən, 2-dən, 3, 4 dənə keçirtmişəm. Bunları da bu bölməyə qeyd eləyirəm. Bura məsələn deyək ki, 3 dənə kiçik summativ qiymətləndirmə keçirtmişəm. Bura qeyd eləyirəm 3-ündə. Daha sonra bura qeyd elədikdən sonra əgər böyük summativ qiymətləndirmə də keçirtmişsinizsə, o da bu bölməyə qeyd olunur. Sadəcə bal yazılır, qiymət özü çıxır qeyd elədiyim kimi. Burada da ikinci yarım ilin qiyməti yazılır və avtomatik də illiyin qiyməti görünür. Necə yazmaq lazımdır, onu da qeyd edeyim. Məsələn, deyək ki, şagird birinci kiçik summativ qiymətləndirmədən 100 bal alıb. Məsələn, yazdıqdan sonra burada işarə var. Bu işarəyə vursaq, qiymət özü avtomatik çıxacaq. Əgər yadda saxlamaq istəyiriksə, buradakı işarəyə vururuq, yadda saxlayırıq və jurnaldan çıxırıq.